Akşamlara vaxtınız xeyirli olsun. Habits'ten danışır. Guilt is feeding your adult child's shame. When trusting people is a struggle. Selamlar, hoş gördük. The moving at the speed of trust test. Get what's on inside out. İkinci sayfaya geldim. Meeting is over. Yani toksiklerden danışır. Say hello to your brain. A basic understanding of how the brain works can lead to greater compassion, insight, and creativity, building inner conviction in unstable times. Make your late nights to be friends. When language disappears, thought remains. When relationships'lerden danışırsa, when our partner won't take responsibility for hurting us. Partners in care, how men's health impacts women's health. Can AI make us better singers? Infertility may require a new marriage. Önümden gedim, baxımı düzəldim, gəldim. Bir şey deyiləm. Düzəldim, ondan sonra bax. Yeməyi daha rahat hale gətirmək adına belə lazım. Why we crave sugar, caffeine and nicotine. Çox ağıllı üçdür da. Donuts, kafein, nikotin, kafein, sugar, nikotin. Kognitiv funksiyonu məhv edir. Parkinson xəstəliyinə gətirib çıxara bilir nikotin. Kafein beyin funksiyasına nəsə eləyir.
da diqqətə nəsə eləyir. Smoking kills slowly and nicotine is incredibly toxic. Caffeine is harmful to the heart, muscles, and at high dose can reduce dangerous arrhythmias, while the regular consumption of sugar-laden donuts leads to diabetes and obesity-related disorders. Başa düşdünüz nələr deyir? Nə? Birin yanına 0 da əlavə edin. Görməmişdik və belə şeydir. Göz doymur, görsən. The reason is simple. Our brains reward us to consume excess food chemicals. Your brain on food. Mesajlara baxa bilmirəm axı. Kimisə follow edəndə ya mən blokator gereksiz bir şəkildə ya da cavab yazır. Əgər açıq profildirsə, düzü mən indi baxa bilmədim, açıqdır yoxsa açıq deyil. Kofedən danışır, kafeindən danışır bir xeyli, sonra da 25 fincan kofe 400 milligram of caffeine 3 espressos. Getdim, işinə sürəm. Get. 1K olmadı axı. Görsən. Sigaretdən danışır. Yalnızlığın gündə bir neçə sigaretə bərabər olduğu haqda deyil. Ya olmayıb. Nikotindən danışır. Yox, sən. Toxic workplaces building gaslighting can lead to filtre olmuş bir söz var burada. Öz həyatını yekunlaşdırmaqla bağlına görə oldu, çox sağ olun. The paradox of cognitive distortions in clinical training. Parent and adult child emotional cage fights. Transpersonal psixologiya. Geçən xeyrə sizinlə. Acceptance is not a trick for feeling good. Rating scores are falling. What makes you unique in a hybrid world? What I learned after 16 years of kissing my wife wrong. Bir çox kişilər deyir ki, öpüşməni cinsəlliyin hansısa bir adımı olaraq görür və what they are missing is that kissing is a portal of sensuality. Əsasdır. Neyse, mən bu mətnə hər gün oxuram, amma heç sən başa düşmürəm. Demək ki, belə bir səviyyəyə uyğun deyil. New anxiety. Stop listening to one type of story. There are 3 types of new stories. What happened, what it happened, and you should be scared about what might happen. The latter fits anxiety. I touch fake sanıyorsa yox. 1.2 kadın. Görə bizdə nə xəbərlər olub bu gün? Buna da baxaq.
Yaponiyadan bəhs edir. Azərbaycan Bankının annulerovana lisenziyasından bəhs edir. O gün bir dənə universitetdə ləğv olundu. Bu xəbərə çox şoke oldum, çünki o bizim vaxtımızda ən yaxşı sayılan yerlərdən biri idi. Səbəbini anlamadım. Şuşadan, Tacikistandan, Ukraynadan, Göyçaydan, Центральной Азии, Кыргызстанdan, в Azərbaycane задержан еще один тиктокер. Bizdə xəbərlər. Врач сказала, кому нельзя практиковать интервальное голодание. Интервальное голодание опасно при расстройствах пищевого поведения РПП, так как можно их усилить. Может их усилить. Особенно такой тип питания противопоказан при булимии и конвульсивном переедании. Врач-психиатр Центра расстройств пищевого поведения Шахова. Интервальное голодание. Серьезный тревожный сигнал. Ряд исследований показывает пользу этой диеты для некоторых людей с метаболическим синдромом. Но при РПП этот режим крайне опасен. Помимо этого, он не учитывает индивидуальные особенности здоровья ЖКТ, которые могут обостриться из-за таких весомых перерывов между едой. Интервальное голодание легитимизирует отказ от завтрака, классический симптом РПП, и создает качели, голод, переедание во время пищевого окна. Если у вас в анамнезе булимия или компульсивное переедание, интервальное голодание вам противопоказано, объяснила доктор. Нокта. Лечение расстройств пищевого поведения важно сосредоточиться на восстановлении регулярного графика питания, так называемого структурированного питания. Этот подход предполагает 3 основных приема пищи: завтрак, обед и ужин, с интервалами примерно 4-5 часов и 2-3 перекуса между ними, если вы чувствуете голод. Salamlar dostlar, ekran layıqlarına çoxaltsaq. Диетологдан 9 маслят. Ночной перекус, что съесть? Нужно, чтобы весы порадовали утром. Диета на гречке.
Диетолог назвал способ сделать пиццу полезной. Pогода. Bakuda 25 derece, Qəbələdə 18, Qubada 21. Salamlar, ekran layıqlarına ihtiyacımız var. Qusarda 21 derece, Laçın 27, Şəki 25, Şuşa 20. ...65 derece nemli göstərir. 5:51-də günəş çıxır, 20:10-da batır. Yalan deyir. Yox, düz deyir. 5'də hava işıqlanırdı. Şolar bir də mən buna baxım görüm. Belə işlər. Bessoniyası haqqında da yazıb. Qlamur. Aktanın yeni etiketleme qaydası istehlakçıya nə qazandıracaq? Qida ekspertinin açıqlama. Təmayüllü tədris modeli universitetə qəbul nəticələrini dəyişəcəkmi? Düzgün qidalanırsınız, amma niyə arıqlanmırsınız? 7 mümkün səbəb. İngiltərə sahillərinə yüzlərcə məmalı mavi dəniz canlısı çıxdı. Amma qəşəngdilər. Kimdirlər görürsən? Təhlükəli ola bilər. İstiləşmə səbəbindən Aralıq dənizi yad planetlilərlə dolub, qarşısını almaq olmur. Və hamısı fəlakət haberləri. Yaxşı bir dənə də xəbər yoxdur. Milyonlarla kəpənək hər il eyni meşələrə uçur, sirli hələ də açılmayıb. ABŞ İspaniyadakı hərbiçilərin yarısını geri çəkə bilər. Bu ölkə adını dəyişdi. İçində torpaq sürüşməsi, 51 nəfər orada itkin düşənlər var. Şəxsi biznesi olan bu ölkə adını dəyişdi. Qızıl və gümüş ucuzlaşdı. Ancaq oxunanlar arasında avqustun ilk günü olan hava proqnozu. Salamlar, ekran layıqları olduğu kimi qaldı. Ondan sonra gələnlər hələ ki bir şey 2 il falan çatdıra bilməyib. Bakıdakı bu universitet bağlandı. Prezidentlər təklif olundu. Kirayə yolu ilə mənzilə sahib olmaq ipotekadan nə ilə fərqlənir? Keçid ballarının artacağı gözlənilir. Salamlar dostlar. Ürək sağlamlığı üçün ən faydalı qalyanaltı. Noxud şəkli var deyəsən, nə alaka? Beyni təhdid edən böyük təhlükə 2050-ci ilədək 139 milyona çata bilər. Dünya Səhiyyə Təşkilatının məlumatına görə hazırda dünyada 55 milyondan çox insan demensiyadan əziyyət çəkir. Bəli, demensiya çox da hafif alınası bir şey deyil. Su qəbulunu necə artırmaq olar? Ürək sağlamlığını qorumağa kömək edən 9 faydalı və dadlı qalyanaltı. Bir dənə smuzi şəklinə oxşar bir şey qoy. Ya şpinatdır ya da şeydir, kiviyə də oxşayır, bilməm. Pesto sosuna da oxşayan bir görüntüsü var. O da onsuz da elə ondan hazırlanır. Məncə şpinatdan hazırlanır. İçində tərkibində olan şeylərdən biri də odur, deyə bilirəm. Qoz da var idi, bilməm, ya sarımsaq. İnsan ömrünün son həddi açıqlandı. Qocalmanın qarşısını ala bilsə, insan nə qədər yaşaya bilər? Alimlər uzun ömürlülüyün sirrini tapıb. Ürək sağlamlığı. İsti havalarda tromb riski artır. Bədənin susuzlaşması, tərləmə və s. Gecələr tərləmə, gündüz yatmaq üçün ən yaxşı vaxt 13-15 aralığıdır. Bu balaca uşağı olanlar bəlkə də yata bilir həmin saatda. İstidən yatmaq olur həmin saatda. Ya ümumən deyir də il ərzində, demək ki yayda. Yayda buzlu su içmək təhlükəlidirmi? Məncə hə.
İnsan beynində diş çıxa bilərmi? Su içməyi necə vərdişə çevirir? Nə pəhriz, nə idman alimlər ömrü uzadan vərdişi açıqladı. Dünyada xərçəng xəstələrinin sayı 2 qat arta bilər. Sağlam olmayan münasibətlərin 7 gizli əlaməti. Mark Travers diqqətdən yayınan 1-2 fincan ya daha çox həkim qəhvənin qan təzyiqini kəskin artıran miqdarını açıqlayıb. Belə işdir. Birdir saat artıq. 12-də başlamışdıq, səhv eləmirəmsə. İspaniyadakı göçmən krizinin arkasında işgalci İsrail mi var? Belçika ordusu personel ihtiyacını qarşılamaq üçün sağlıq kriterlərini gevşətmə qərarı aldı. Şengen bölgəsi. Fransa düzensiz göçmən akışının olduğu İspanya ilə sınır kontrolünü gücləndirəcək. Ceuta, Septa şəhri. İspaniyada elə kim istəyir gedir gəlir. Bəyəm elədir ki. Japoniyada 7.1 büyüklüyündəki depremdə ölənlərin sayısı 35'e yüksəldi. Salam dostlar, necəsiz? Ekran layıqları artıra bilərik. Gəlirəm mən indi, gedim bir dənə şeyləyəm.
Salam dostlar, hər vaxtınız xeyirli olsun təkrar. Brent petrolün varili 84,86 dolardan işlem görüyor. Pakistanın çığ düşməsi sonucu ondadır. Fas'tan İspanya'ya düzensiz göç girişiminde 18 kişi hayatını kaybetti. Rusiyanın ürettiği kanser aşısı ilk klinik testlerde olumlu sonuç verdi. Melanom aşısı. 15 yaşında 100 yıl ceza aldı. ABD'nin Afrika haritası sosyal medyada viral oldu. Mirastan mahrum kaldığına sanılan adam çocukluk evini havaya uçurdu. 55 yaşındaki Frankes anne ve babasının mirasından mahrum bırakıldığını sanarak çocukluğunun geçtiği evi ateşe verdi. Fransa ve İspanya'da yangına yatkın hava koşulları riski arttı. Kanada'da camiye silahlı saldırı düzenlendi. Fas'tan İspanya'ya göçmen akımı. ABD'de şiddetli ishale yol açan siklosporiyazis vakalarının sayısı 45 eyalette 18 bini aştı. Rekor sıcakların yaşandığı Fransa'da hastanelere 33 bin klima sağlandı. Almanya'da artan sıcaklık kuraklığa ve su kısıtlamalarına sebep oluyor. Zawieszenie robót. Перезагрузка gitti. Söndürüyorum bunu. Ben şimdi görüm necəsiz. İşte söndürüm bunu. Bu qalsın zaryatkada hələ ki. Yoxsa zaryatka telefonumu taxım. Başqa bəsdir zaryatkada oldu. Bugün də bir iki dənə qəşəng tasketlər var idi. Ben şeyi götürmeliyim. Ne oldu da kontrol etmem lazım. %25 derece göster. Avgust'ta geldi. Ben girdim tez gelirim. Ya da ki siz kameranı fırladın. Oy.
Geldim. Ancaq səs normal gəlir. Açın ki, pəncərənin qabağındayım. Антистресс. Сын расстраивается, когда не сбываются его желания. Как донести до него, что не всегда бывает, как хочется. Во всех коллективах меня травят, придираются, критикуют и выживают работы. Дочь не ценит моих усилий. Как не превратиться в вечно орущую мать? Обратилась к Богу, потому что боюсь, что фундохмуштух. Диалоги о заботе, разговор номер 1. Почему мы хотим быть Олегом? Как сплетни делают вашу жизнь лучше? Что таныш geldi. Ayda, bu niye böyle oldu? Иногда в паре наступает момент, когда развод кажется единственным решением. Acaba bu etmək olar deyə romantik ilişkidə məsələləri. Мужчина подает двойные сигналы, ухаживает, но говорит, что не хочет привыкать. Он так играет со мной. Geçen oldu. Böyle. 3 aydır görüşürük. Biz hər ikimiz də boşanmadan sonra bir-birimizi tapmışıq, neyləmişik. Но прошло уже больше года. Он с одной стороны ухаживает, пишет каждый день, но с другой держит меня на эмоциональной дистанции и говорит, что не хочет привыкать. Sütdən ağzı yanınca insanın sonra suları da уже qorxu ilə içməyə başlayır. Что говорят при расставании? Ребенку 1,5 года муж регулярно нас бросает, запрещает мне эмоции, а я боюсь остаться одинокой с прицепом. Три года мы то сходились, то расходились, и вот расстались окончательно. Как принято то, что нашей идеальной pары больше нет. Dostlarıma gedirəm, özünüzə yaxşı baxın. Sağ olun.